Akşam xeyir olsun değerli izleyicilerimiz. Yine de səbət sevənlər. Kardeş, görsən qara qomral quzunun səbəti görsən. Bəh. Görsən gözəlliyi, aldı, keyfiyyəti. Gel bura, böyle bura. Gel. Bak burada döymələrimiz, bura bax, döymə sevənlər. Görsən yekəliyi. Ne bu, bura bax hələ, turşunu sevir. Gələn qonaqlarımız turşuyu istəyir. Zoğal turşusu, gördüğünüz kimi. Tərəvəzləri böyründə. Yağı, tuzu, işki otu, hamısı gözəldir. O da tərəvəzlər getiriyoruz, onlar da qalır. Biz onlar da duyuyoruz, ansambul. Yaratmırlar. Gözəlliyə bak, gözəlliyə. Antrikotlarımız, antrikot sevənlər və bizim rulet kabaklarımız. Belə bax. Necə görsənir xəyam? Gözəlliyə bax. Necə görsənir? Qorxaq vururam, turşusu çox. Və bizim rulet kababımız gördüğünüz kimi en məşhur rulet, en dadlısı Beyləqan Alevi restorandadır. Çünki bunu mən yaratmışam. Son illərdir ədviyyatları sirdi. Çox dadlı bir rulet kabablardır var. Ailəyə gedir, bir ailə oturur. 7 nəfərə və burada da səbətimiz də böyründə. Teşekkür ederim. Her birinizi yolun gözləyirik. Buyurun gəlin gözəl səbət, təndirdə, nə bilim, qovurmaq, qızartmaq, qazan yeməkləri, ocaq yeməkləri sevənlər. Buyurun Beyləqan Alevi restoranında, sağ olun.